səs yoxdur. Bilirsiniz, sənayeçi Henry Ford deyirdi ki, uğurun elə bir sirri var ki, əgər onu tam başa düşsəniz, gələcəyiniz üçün heç vaxt narahat olmazsınız. Bəli, bu sir məhz empatiyadır. Yəni, dünyanı başqasının gözü ilə görmək bacarığı. Hadisələrə tamamilə onların nöqteyi nəzərindən yanaşmaq qabiliyyəti. Yaxşı, bəs necə oldu ki, Dale Carnegie bu sadə, amma çox dərin fikri götürüb, onu bütün dünyanı fəth edən bir təlimə çevirdi? Gəlin, elə bu məsələnin dərinliyinə enək. Deməli, o illərlə araşdırma aparır. İş dünyasının ən böyük liderlərinə təlimlər keçir və sonda heyrətamiz bir nəticəyə gəlir. Anlayır ki, əsl uğurun açarı nə diplomdadır, nə də hansısa texniki bilikdə. Yox, tamamilə başqa bir şeydədir. Və baxın, Carnegie'nin araşdırması inanılmaz bir faktı ortaya çıxarır. Hətta düşünün, mühəndislik kimi sırf texniki bir sahədə belə, maliyyə uğurunun düz 85%-i texniki bacarıqlardan gəlmirmiş. Hardan gəlirmiş? Məhz insan mühəndisliyindən. Yəni, insanları anlamaq və onlara rəhbərlik etmək qabiliyyətindən. Və bu heyrətləndirici kəşf Carnegie'nin ilk təməl prinsipini formalaşdırır. Bu prinsip də birbaşa Henry Ford'un fəlsəfəsinə əsaslanır. Hadisələrə hər zaman, amma hər zaman başqalarının gözü ilə baxmaq. Bu nə deməkdir? Bu o deməkdir ki, uğurlu bir ünsiyyət üçün istənilən vacib görüşdən əvvəl diqqəti öz istəklərinizdən çəkib tamamilə qarşı tərəfə yönəltməlisiniz. Onlar nə istəyir? Onlar vəziyyəti necə görür? Bax, bu sadə sual bütün oyunun qaydalarını dəyişir. Artıq məsələ sizin nə istədiyiniz deyil, məsələ sizin təklifinizin onların ehtiyaclarına necə cavab verməsidir. Budur, təsir etmə sənətinin ilk açarı məhz budur. Yaxşı, gəlin indi görək bu prinsip real həyatda necə işləyir. Elə Carnegie'nin öz başına gələn bir hadisə var ki, bu yanaşmanın necə güclü bir danışıq taktikasına çevrildiyini bizə mükəmməl şəkildə göstərir. Təsəvvür edin, çoxumuz belə bir vəziyyətdə nə edərdik? Ya mübahisə edərdik, ya da şikayətlənərdik. Amma Carnegie heç birini etmir. O, tələblər irəli sürmək əvəzinə tamamilə fərqli bir yol seçir. Problemi menecerlə birlikdə həll etmək. Bir anlıq fikir verin, o, öz çətinliklərindən, öz problemlərindən bircə kəlmə də olsun danışmır. Bütün diqqətini tamamilə menecerin nöqteyi nəzərinə, otelin maraqlarına yönəldir. Bax, bu, strategiyanın əsl dönüş nöqtəsi idi. Deməli, o vərəqin bir tərəfinə otelin qazanclarını yazır. Məsələn, deyir ki, zalı rəqs gecələri üçün daha baha qiymətə icarəyə verə bilərsiniz. Sonra keçir digər tərəfə, itkiləri qeyd edir. Yəni, Carnegie'nin mühazirələri sayəsində gələn o minlərlə nüfuzlu müştərini və əlbəttə pulsuz reklamı itirmək riskini. Və nəticə? Nəticə sadəcə heyrətamiz olur. Otel meneceri heç bir mübahisə, heç bir gərginlik olmadan tələb etdiyi o 300%lik artımı özü götürüb cəmi 50%-ə indirir. Niyə? Çünki Carnegie ona heç nəyi diktə etmədi. Sadəcə faktları onun öz gözləri ilə görməsinə kömək etdi. Bax, bu yanaşma potensial bir münaqişəni götürüb tərəflərin birlikdə çıxış yolu axtardığı bir əməkdaşlıq platformasına çevirir. Artıq tələblər yoxdur, ortada ortaq mənafelər var. Deməli, başqalarının gözü ilə baxdıq, onlara yol göstərdik, indi isə gəlirik son və bəlkə də ən güclü addıma. Elə etmək ki, insanlar sizin təklifinizlə razılaşmağı özlər istəsinlər. Bu, insan psixologiyasının çox dərin bir həqiqətidir, bilirsiniz. Heç kim məcbur edilməyi sevmir, amma hər kəs qərarı özünün verdiyini hiss etməkdən zövq alır. İnsanlara nəsə satmağa çalışanda müqavimət göstərirlər, amma özləri alanda xoşbəxt olurlar. Deməli, açar söz budur. Mən istəyirəm deməyi dayandırmaq. Bunun yerinə hər şeyi, amma hər şeyi, bu sizə necə kömək edəcək və ya bu sizin probleminizi necə həll edir çərçivəsində təqdim etmək lazımdır. Bir sözlə, öz istəklərinizi onların faydasına çevirin. Bütün söhbəti, bütün ünsiyyəti onların maraqları ətrafında qurun. Onda görəcəksiniz ki, insanlar sizə necə də həvəslə hə deyir. Beləliklə, gəlin yekunlaşdıraq. Gördüyümüz bu 3 prinsip, başqasının gözü ilə baxmaq, dikta etmək əvəzinə yol göstərmək və onların istəklərini oyatmaq əslində hamısı bir güclü ideyanın fərqli üzləridir. Empatiyanın.
Elə Owen Young'ın da dediyi kimi, özünü başqasının yerinə qoya bilən bir insan gələcəyi üçün heç vaxt narahat olmamalıdır. Çünki bu tək bacarığı, yəni empatiyanı mənimsəməklə siz sadəcə başqalarına təsir etmirsiniz, eyni zamanda öz gələcəyinizi də zəmanət altına almış olursunuz. Bəli, bütün bu prinsiplər peşəkar həyatda uğurun açarıdır. Yaxşı, bəs onları evdə, ən yaxınlarımızla münasibətlərimizdə tətbiq etsək necə olar? Nə baş verər? Bax, növbəti təhlilimizdə məhz bu sualın cavabını axtaracağıq və ailə həyatında xoşbəxtliyi zəmanət altına alan 7 kritik qaydanı birlikdə kəşf edəcəyik.